Hər hansı bir insan ki, özünün problemi var, özünün sıxıntısı var, özü problem məncənəsində sıxılır. Gəlsin başqa problemi olanlara desin ki, həyat gözəldir, şükür eləyin. Şükür gözəl bir şeydir. Bunun xüsusi ləzzəti var. Bunun xüsusi ləzzəti var ki, özün problemi içindəsən, başqa problemli adamlara gəlib həyatın gözəlliyindən danışasan. Belə bir qayda var ki, belə halda Allah 99% problemini həll edir adamın. Mən gəldim dostlarla oturdum, deyirəm həyatın gözəlliyindən, şükürdən danışıram. Bir saatdan sonra problemim həll oldu. İlahi niyə görə? Mən neçə gündür dua eləyirdim, aydır dua eləyirdim, düzəlmirdi. Çünki duada şikayət eləyirdim. Buradakı şükür elədin, şadlıq nümayiş elətdirdin, razılıq, mən də həll elədim. Elə problem bunun üçün idi ki, bunu şadlıqla qəbul eləyəsən.